Sizin saytınızda yazılıb ki, söyüşçül mühacir Tural Sadıqlı. Siz mənim söyüş söydüyümü görmüsünüz? Tural bəy, mən Pərviz müəllimə yönləndirirəm. Yox, o saytda kim yazır? Onu kim yazır? Mən sizə qeyd etdiyim kimi Pərviz müəllimə yönləndirirəm. Pərviz Həşimli yazır onu. O saytda xəbərləri. Sayına mən bu xəbərə baxım. Yox, yəni siz yazıb ki, bu barədə onun özü sosial şəbəkədə açıqlama yayıb. Bildim, mənim adımı yazmısınız ki, söyüşçül mühacir. Mən söyüş məlumatım yoxdur. Pərviz Həşimli yazıb bu saytda xəbəri. Bəli, onun Pərviz bəy özü yazıbdır. Mən deyərəm, sizin əlaqə saxlar, özünə çatdırarsınız. Hə, yaxşı, nə olar? DTX rəisi Əli Nağıyevin və keçmiş Dəmir Yol İdarəsinin rəhbəri Cavid Qurbanovun itdiyi ilə məşğul olan, onların pulu ilə sayt saxlayan şərəfsizin böyüyüdür. İndi mən soruşmaq istəyirəm, ay Pərviz Həşimli, mən sənə və sənin arvadın ilahiyə söyüş söymüşəm və yaxud da başqa birinə. Harda mənim söyüşümü sən görmüsən? Hə? Baxmayaraq ki, söyüşün 1000 qatına layiqsən, sənin kimi şərəfsizlər. Çünki Əli Nağıyevə, Cavid Qurbanova itdi eləməklə məşğulsan. Görək indi Pərviz Həşimlinin hünəri çatacaq mənə geri cavab yazsın və yaxud da zəng eləsin. Şərəfsiz, bir qeyrət və bu bir qeyrətlə də əl sıxıb görüşən, dostluq yoldaşlıq edən, adını müxalifətçi qoyan, nə bilim, dürüst insan qoyan dırnaqarası şəxslər də var. Sizin də sifətinizə tüpürüm. Bu adamın hansı yuvanın quşu, nə şərəfsiz olduğunu bilmirsiniz siz? Bir daha salamən, redaktor. Bəli. Alo. Bəli. Tural bəy, mən sizə saatda mən öyrəndim Pərviz bəydən. Deyir ki, onu hansısa bir saytda qoyublar, həmçinin götürüb kopyasıyıb qoyublar, yəni birə-bir. Sizin kanalınızın fəaliyyətini dayandırması ilə bağlı. Baxın, xəbərdə deyilir ki, sizə göndərim. Almaniyada yaşayan söyüşçül mühacir Tural Sadıqlının rəhbəri olduğu Azad Söz YouTube kanalı fəaliyyətini dayandırır. Başlıqda yox, girişdə elə yazıb. Bəli, girişdə yazılıbdır, olunmayıbdır. Etirazım nədir demədim sizə. Mən deyirəm ki, mən söyüş söydüyümü ya Pərviz Həşimli, ya onun həyat yoldaşı İlaha xanım, ya siz kimsə görüb mənim söyüş söydüyümü və yaxud da onlara söyüş söymüşəm mən. Mənim adımı niyə yazır ki, söyüşçül mühacir? Mən indi onu dəyişik eləyirəm. Hər halda sosial şəbəkələrdə rastına çıxıb deyən, ona görə oladı bir sənə yazıldı. Sizə təşəkkür edirəm. Mən amma yox, daha keçməyini keçirmən Pərvizin özündən danışmaq istəyirdim. Ona cavabımı mən başqa cür verəcəm. Sağ olun cavab verdiyiniz üçün. Buyurun, Tural bəy, siz.